Axşamınız xeyir, hörmətli izləyicilər. Open Media'nın Azərbaycanca xidmətinin yekun buraxılışı efirdədir. Studiyada Cana Qarapetyan işləyir və bugünkü buraxılışımızda izləyin. Türkiyə və sülh şərtləri Türkiyə sərhədi açmaq üçün Azərbaycanla sülh müqaviləsini şərt qoydu Hakan Fidanın mövqeyi. Yerevanın mövqeyi Ayad Mirzəyan Türkiyə, Ermənistan və Azərbaycan-Ermənistan proseslərinin bir-biri ilə şərtlənmədiyini bildirdi. Amerika Birləşmiş Ştatların vurğusu Trump yolu layihəsi çərçivəsində ABŞ dövlət katibinin müavini Yerevandakı görüşləri qeyd olundu. Əsirlər məsələsi Vigen Evcekçanın vəziyyətinin pişləşməsi və Paşinyanın Trumpın müdaxiləsinə dair cəhdləri qeyd edildi. Nifrət siyasəti Azərbaycan məktəblərində əsir götürmə səhnələri və ermenifobiyanın dövlət səviyyəsinə yüksəlməsi barədə danışıldı. Ərazi iddiaları İctimai TV-nin Geğalkuniki Azərbaycan torpağı kimi təqdim etməsi və Qərbi Azərbaycan proqramının təhlükəlməsi müzakirə olundu. Geosiyasi genişlənmə Azərbaycanın Mərkəzi Asiyanın tam hüquqlu üzvü olması və Cənubi Qafqaza təhsil təhlil edildi.